Hə, Nurlan, hər vaxtın xeyir olsun bir daha. Xeyir olsun. Deməli, biz səninlə bir yerdə bu 2 həftə ərzində, ümumi 2 həftə çəkdi də, yox? Hə, 2 həftə, hə, 2 həftə ərzində başlanğıc təlimini keçdik. Yəni, bu müddət ərzində mən sənə əlimdən gəldiyində ən yaxşısını öyrətməyə çalışdım. Sən nə düşünürsən bu təlim haqqında? Necə oldu sənin üçün bu təlim? Necə təəssüratlar yarandı? Çox xahiş edirəm, amma yəni, tam səmimi formada bildir də fikri və Allahla, yəni necə varsa elə. Problem yoxdur. Əvvəla, yəni sizə təşəkkür edirəm. Həm necə deyim, səmimi danışığınız, davranışınız, yanaşma tərzinizə görə. Kurs 2 həftə çəkdi, az bir müddət deyil. 2 həftədə həm bir-birimizi tanıdıq, həm bir-birimizlə bağlı fikirlər formalaşdı. Xoş oldu əvvəla sizi tanıdığıma. Daha sonra kurs da maraqlı idi. Kurs başlanğıc təlimi olmasına baxmayaraq, yəni burada da mənim indiyənə qədər bildiyim və bilirmiş kimi saydığım şeylərin üstündən təzələdik. Deməli, yeni biliklər əldə elədim də burada. Yəni belə deyək də, doğru bildiyin yanlışlar var idi də. Halbuki yəni doğru bildiyim yanlışlar var idi. O da müəyyən şəxslər, müəyyən insanların kurslarında almışdı, istifadə eləmişdi. Deməli, düzgün təlim keçməmişdilər bizə. Əsas yeganə bir şey, bir dənə heyfsləndiyim, onlarla itirdiyim vaxtımdır. Amma burada ümid edirəm ki, inşallah ki, inanıram da sizlə bir yerdə daha yaxşı, daha professional səviyyəyə gəlib çata bilir. Allahın köməyi ilə. Yəni, bildiyin kimi, yəni bu başlanğıc təlimində, yəni mən sənə başlayanda da dedim ki, başlanğıc təlimdə yəni strategiya öyrədilmir. Başlanğıc təlimdə yalnız, yəni belə deyim də, sadə elementar şeylər öyrədilir. İndi bəzilərinə bu dediklərim şey kimi gələ bilər, yəni elə gülməli gələ bilər. Amma özün də görsən ki, yəni bu baza biliklərini bilmədən, yəni fərqi yoxdur, hansı strategiya, kimdən istəyirsən təlim al, hansı strategiyanı öyrənirsən, öyrən. Yəni bu baza bilikləri hər zaman lazımdır. Yəni mən başlanğıc təliminə başqa cür əksər hallarda əlifba bilgiləri də deyirəm, yəni həqiqətən də elədir. Yəni necə ki, əlifbada hərfləri tanımadan gedib söz quraşdıra bilmərsən ki, həmçinin sözü öyrənmədən gedib cümlə qura bilmərsən. Yəni hər bir halda, yəni Lori də izah eləmək istəyirəm, hər şeyin kökündə qardaşlar əlifbanın hərfləri dayanır. Yəni birinci növbədə əlifbanı bilmək lazımdır. Ondan sonra söz və yaxud da cümlələr qurmaq olar. Amma bugünkü gündə əksəriyyətində özün də görsən də, elə birdən-birə istəyir ki, elə mən cümlə qurum. Qardaş, sən hələ bir hərfi öyrən də, yəni Lori də izah eləmək istəyirəm ha, yəni birinci hələ əlbəttə ki, fundamental bilgiləri, yəni baza biliklərini öyrən, ondan sonra sən pul qazanmaq haqqında fikirləşərsən, strategiya öyrənmək haqqında fikirləşərsən. Amma çoxsa məsələn bunu qəbul eləmir, nə bilim oğlum. Birinci başlanğıc kursunuzda platformalarla bağlı tanışlıqlardır. Platformalarla bağlı tanışlıqlar o demək deyil, bu Plank idi, bu Exponential idi. Yəni burada tanış olmaqla əlavə, yəni biz bunun üzərində çox sürətli işləməyə bacarmalıyıq. Yəni sabah bir gün bizə qrafik oxumaqla bağlı, nə bilim müəyyən horizontal, vertikal xəttlərin çəkilməsidir. Yəni MetaTrader 5-dən istifadə qaydaları, yəni bunların hamısını mükəmməl səviyyədə bilməliyik ki, həmçinin özün bilirsən, kassa idarəsi işin kilit nöqtələrindən biridir. Bəli, bunların hamısını bilməliyik ki, biz sabah master kursunda daha sürətli trade edəndə donub qalmaq lazım deyil də, yəni bunu professional səviyyədə öyrənmək. Master təlimindən tək, yəni belə çıxmasın sözüm, yəni tək mənim təlimimdən söhbət getmir. Yəni istənilən insan istənilən insandan, digər şəxsdən təlim ala bilər. Yəni fərq eləmir. Sən get məsələn xaricilərdən təlim alırsan, onun heç bir fərqi yoxdur. Amma hər bir halda, yəni insan gərək birinci başlanğıc bilgilərini bilsin, dediyim kimi fundamental bilgiləri bilsin. Bunları bilmədən, məsələn, adi bu açdığım bu hal-hazırda ekranda olan TradingView platformasının istifadə qaydasını bilməyən insan necə deyə bilər ki, mən gələcəkdə bu işdən professional dərəcədə məşğul olmaq istəyirəm? Yəni belə bir şey mümkündür səncə? Yox, mümkün deyil. Yəni bunu öyrəndiksə də tam öyrənmək lazımdır. Siz də çox sağ olun ki, bunu bizə tam aşıladınız. Həm sizi tanıdığıma xoş oldu, həm
kursu keçdiyimə görə xoş təəssürat yarandı məndə. İnşallah ki, ikinci master kursunda görüşəcəyik Allahın köməkliyi ilə. Yəni onu da səbirsizliklə gözləyirəm. Bunu bitirdik. İnşallah. Bu Yəni qədər. bax bu mənim bu başlanğıc təlimimdə sənə izah edən formam, yəni məndən hər hansı bir inciliyi, nəsə belə deyim, beynində hər hansı bir nəsə şübhəli, qaranlıq qalan bir məqam olmadı ki. Yox. Siz tam Mənim sadə, izah eləmə formam, belə deyək, çətin sadə idi, başa yoxsa düşülən asan idi? və dəfələrlə də izah elədiyimiz şeyi dönə-dönə bizdən soruşursunuz. Sonra heç gözləmədiyimiz bir vaxtda belə deyim də başqa bir mövzudur, amma əvvəlki mövzulardan suallar verirsiniz. Yəni bu da təkrardır. Yəni bizim beynimizi təkrar elətdirir sizdə keçdiyimiz şeyləri. Yəni çox gözəl, xoşuma gəldi, mən bəyəndim. Siz də var olun, sağ olun ki, yəni belə bir təlim planlaşdırmışsınız və keçirsiniz də. Sən də sağ olun lan. İnşallah ümid edirəm ki, bu da sənin üçün xeyirli oldu daha İnşallah. doğrusu. Növbəti belə deyim, trade sahəndə də uğurlar arzu edirəm sənə. Təşəkkür edirəm ki, vaxtını ayırdın. Buyurun, Burada tam belə səmimi formada öz fikirlərimi bildirdin. Çünki nəyə görə? Bəzi insanlar var, bilirəm, məsələn, gəlib təlim keçmək istəyirlər, amma müəyyən tərəddüdləri var da, hər də tərəddüd edirlər ki, görəsən necə olar da, nətər olar. Ona görə səndən xahiş edirdim ki, yəni danış, tam səmimi formada Allahla danış ki, insanlar bilsin ki, burada nə baş verir. Valla insanların o tərəddüddə qalan insanların bəziləri birincisi ilk növbədə özündə formalaşdırsın, sahəni işləyib işləməməklə bağlı. Siz özünüz də, mən də dəfələrlə vaxtlarımızı itirmişik, müəyyən kurslardan istifadə edəmişik, yönümüz fərqli olub, yanaşmamız başqa cür olub. Yekunda indi siz artıq professional səviyyədə məşğul olursunuz, təlimlər keçirsiniz. Biz də inşallah ona tərəf yönəlməyi planlaşdırmışıq. Yəni insan başı daşa dəyir, qayıdır, söz yox. Amma ki qarşımıza sizin kimi insan çıxdığına görə də yəni sevinirəm həqiqətən. Sizi tanıdığıma sevinirəm. İnşallah ki, yəni siz elə bir xasiyyətdə insansınız ki, mən sabah sizə kursdan da əlavə nəsə bir fikir mübadiləsində düşsəm, zəng eləsəm və yaxud da ki, soruşsam onu yəni təmənnasız, heç bir problem yaratmadan nöqtə və vergülünə qədər izah edəcəksiniz. 100%, 100%. Yəni mən sənə demişdim ki, yəni sırf yəni mənim təlimimi keçən dostlarla biz ayrılmırıq. Yəni bizim öz bilirsən də Discord qrupumuz var. Orada yəni sırf bu qrupda təlimimi kimlərə kim təlim vermişəm, ancaq onlardır. Orada gün ərzində məsələn söhbət edirik, danışırıq, hər hansı bir sualımız olanda yazırıq. Mən də indi bacardığım qədər vaxtım olduqca suallara daha doğrusu cavab verməyə hazıram. Yəni bunu bütün tələbələrimə deyirəm. Özün də görsən, həmçinin sənə deyirəm. Məsələn, sözün sualın olar, yazarsan Discord qrupuna, orada suallar bölməsi var da, bilirsən də, tələbələrin qeydləri. Yəni mən də gördüyüm anda inşallah ki, cavab verəcəyim, yəni narahat olma ki. Tərəddüddə olan insanlar demək istəyirəm ki, yəni tərəddüddən qaçsınlar da, yəni fikir tam olaraq formalaşıbsa qoşulmağa dəyər və 100%-dəki nəticə əldə edəcək. Hamıya deyirəm ki, qardaş, bilsən necədir? Əgər bu sahədə ciddisən, bu işi həqiqətən ciddi iş halına çevirmək istəyirsənsə, yenə deyirəm, yəni bu bəziləri məsələn baxır videolara da indi görürsən TikTokda ay belə qazandı, vertolyotun belində uçdu. Müvəqqəti bir motivasiya gəlir, amma motivasiya elə bir şeydir ki, bu müvəqqəti olan bir şeydir. Əsas insanda disiplindir. Yəni ona görə mən hamıya məsləhətim odur ki, kim ki bu sahədə konkret olaraq bu işi, necə deyim, sənət halına gətirmək istəyirsə, konkret bir biznes planına çevirmək istəyirsə, yəni o insanlar gəlsinlər, müraciət eləsin. Yəni elə belə ilə özün görsən ki, elə belə lağlağı ilə yəni burada baş çıxartmaq mümkün deyil də. Amma həqiqətən bu sahədə necə deyim, tüşlər demişkən, hırslı olan insanlar, belə deyək də, yəni həqiqətən ciddi olan insanlar, mən inanmıram ki, burada uğur tapa bilməsinlər. Düzdür, haqlısınız. Əlavə olaraq da yəni kursun təyin edədiyimiz qiyməti də çox normal, münasibdir. Mən kurs almışam ki, yəni 1000 manata yaxın pul xərcləmişəm, amma heç bir nəticəm olmuyor. Yəni onu da nəzərə alsınlar. Sən indi hələ başlanğıc, yəni burada heç bir strategiya öyrənmədin də, sadəcə belə deyim, fundamental bilgilər öyrəndin, doğru bilgi, səhv bildiyin yanlışları gördün ki, yəni bu belə deyil də, bu belə idi.
Heç nə oldu Nurlan, yenə təşəkkür edirəm. Çox sağ ol, vaxt ayırdın, Sağ işlər olun. böldün bizlə. Var Növbəti olun. günlərdə də sənə belə deyim, trade həyatında bol TP-lər arzu eləyirəm. İnşallah, inşallah. Oldu, Çox çox sağ olun, sağ ol, minnətdaram təşəkkür edirəm. sizə.